Və mütləq Azərbaycana, mütləq, məsəl üçün, mən 1-2 ilə, 2 ilə, 3 ilə bizə professional təşkilat lazım. Demirəm, böyük finansı lazım, amma az finansına onu işlətmək olar. Yəni, biz orada apqatka eləməliyik. Bu olmasa, sabah sənin əlində məhsul var. Götürürəm, deyək ki, mənim əlimdə məhsul var. Mən məhsul istehsal edirəm. Bazar yoxdursa, sən onu heç ara verilməsin. Yadınıza gəlir, bir də görürsən, məsələn, müəyyən bir istehsalat edir insan, əlində qalıb, tökür, apar tökürlər zibiliyə. Həm bir ara çiyələyə göstərirlər. Yer yoxdur satmağa. Və sənin də professional da belə bir işdir ki, biz döyüşdük, idmançısan, bax, indi Lübitelən, həvəskardan çıxan idmançılar. Bunlar professionala gələndə buna yer olmalıdır ki, bu plaşatka olmalı. Bu plaşatka olmasa, məsələn, Qazaxlar özlərinin kifayət qədər döyüşdü. Onlar özlərininkini apqat verirlər. Məsələn, özbəkləri həmçinin olsun. Məsələn, gürcülər həmçinin olsun. Və sənin idmançını oturub evdə gözləyəcək. 1 ay, 2 ay, 3 ay, 5 ay, 1 il, 2 il döyüşmədikcə dala düşür. Amma ona görə deyirəm ki, idmançılar həvəskar, vızrosla kimi, böyüklərə kimi vuruşmalılar ki, həm yerli yarışlara vuruşur, həm Avropa Dünya Çempionatında iştirak etməli. Və biz bunu o səviyyəyə gətirib çıxartmalıyıq ki, bizim Avropa Dünya Çempionlarımızın IMAF-dan kişilər arasında. Onların mükafat məsələsini həll eləməliyik, onların ev məsələsini həll eləməliyik, onların universitet məsələsini. Çünki orada yoxdur. Bax, bizdə dünya çempionu yoxdur. Heç gənclərdə kişilər arasında dünya çempionumuz yoxdur. İndi inşallah bu il baxaq görək necə olacaq. Həm də böyüklərdə yoxdur. Biz onlara əgər o etapları keçməliyik. Və ondan sonra prof həyatı başlayanda prof həyatı Azərbaycan təşkilat. Azərbaycan təşkilat olmasa, filankəsi getsin filankəsin yanına. Ya bunlar mən bunu başa düşəmirəm. Niyə görə getməlidir? Sonra bir ara Azərbaycanda yaratmışlar zborna komanda, professionaldan zborna komanda ola bilməz. Bunu vallahi adama gülərlər. İndi mən bu sahənin içindəyəm deyən adama prosta qıraqdan baxıb zborna komanda professionalda ola bilməz. Baxın da dünyada elə bir şey var. Nə zborna komanda? Hər kəs fərdi klublarda məşğul olmalıdır. Və biz yerli turnir keçirə bilsək, məsələn, Azərbaycan birinci